İndi isə diqqətimizi yaxın şərqə də yönəldəcəyik. Eləcə də İsrail və Azərbaycan münasibətlərindən danışacağıq. İsrailin baş naziri Benyamin Netanyahu mayın 7-si Bakıya səfər eləyəcək. Artıq bu barədə məlumat vermişik. Səfərin baş tutması üçün hazırda münasibətləri gərgin olan Türkiyə hava məkanını istifadəyə açıb. Azərbaycan həm Türkiyə, həm də İsraillə paralel şəkildə əməkdaşlıq eləyən nadir ölkələrdən biridir. Ekspertlər bu səfəri Bakı üçün regional diplomatik fəallığın artması kontekstində qiymətləndirirlər. Azərbaycanın mümkün vasitəçi rolu və bu statusun yaratdığı fürsətlər barədə detalları araşdırmışıq, izləyək. İsrailin baş naziri Benyamin Netanyahu'nun Bakıya 5 günlük səfəri gözlənilir. Bu iddia ilə Times of Israel nəşri çıxış edib. Netanyahu'nun Azərbaycana səfəri çərçivəsində maraq doğuran vacib detal Türkiyənin bu səfərə dolayı şəkildə yaşıl işıq yandırmasıdır. Türkiyə, Netanyahu'nun Kanaf Ziyon təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib. Ankara ilə Tel-Əviv arasında diplomatik münasibətlərdə zaman-zaman gərginliklər yaşansa da bu addım regionda yeni balans axtarışlarının göstəricisi ola bilər. Mövcud kontekstdə Bakının mövqeyi xüsusilə diqqət çəkir. Azərbaycan həm İsraillə, həm də Türkiyə ilə eyni dərəcədə dərin və strateji tərəfdaşlıq münasibətləri qurmağı bacaran yeganə ölkədir. Bu amil Bakının iki regional güc arasında mümkün dialoqun təşəbbüskarı və ya vasitəçisi kimi çıxış etməsini təmin edir. Ekspertlər deyirlər ki, səfər çərçivəsində Tel-Əvivin Ankara ilə münasibətlərində yumuşalma, yaxın şərqdəki proseslərin müzakirəsi gözlənilir. Azərbaycan məhz Suriya ərazisində Türkiyə və İsrail arasında bir sıra məqamlar üzrə, bir sıra mexanizmlər üzrə etibarlı koordinasiyanı da həyata keçirə bilər. İlk baxışdan Azərbaycan elə zənn etmək olar ki, böyük bu cür turbulent vəziyyətdə məsələləri nizamlayıcı dövlət kimi çıxış edə bilməz. Lakin bu tamamilə səhv bir anlayışdır. Çünki Azərbaycanın çox böyük vətən müharibəsindən, ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra təcrübəsi vardır. Və bu baxımdan həm qardaş Türkiyə, həm də bizə dost və etibarlı tərəfdaş olan İsraillə münasibətlərin nizamlanması bizim marağımızdadır. Benyamin Netanyahu'nun mayın 7-sində baş tutacaq Bakı səfəri tərəflər arasındakı əməkdaşlığın inkişafı baxımından simvolik və praktiki əhəmiyyətə malikdir. Azərbaycan bu səfərlə bir daha sübut edir ki, o geosiyasi ziddiyyətlər arasında manevr etmək və regional güclər arasında dialoq platforması rolunu uğurla oynamağı bacaran nadir dövlətlərdəndir. Azərbaycan, Türkiyə və İsrail arasında uğurlu diplomatik təmas yaradıb. Prezident İlham Əliyev ADO Universitetində keçirilən yeni dünya nizamına doğru mövzusunda beynəlxalq forumda çıxışı zamanı Türkiyə ilə İsrailin barışmasında ilk dəfə Azərbaycanın vasitəçilik etdiyini vurğulayıb. Şərhçilər bildirirlər ki, hətta bu təmasların ən böyük nəticəsinə bir müddət öncə nail olunub. Türkiyə və İsrail arasında Bakıda keçirilən görüşdə tərəflər Suriyada gərginliyin azaldılması üçün mexanizm yaradılması barədə razılığa gəliblər. Suriyada olan proseslərdə kifayət qədər ziddiyyətli məqamlar ortaya çıxdığı anda Cənab Prezidentin ADO Universitetində keçirilən forum çərçivəsində verdiyi mesajlarda da aydın şəkildə müşahidə edə bildik ki, keçirilən görüşlər, məsələ Bakı görüşü, iki dövlət arasında gərginliyin aradan qaldırılması və Suriyada proseslərin nizamlanması ilə bağlı ortaq bir yolun müəyyənləşdirilməsi istiqamətində kifayət qədər bir uğurlu nəticələrə səbəb olub və bu mərhələ davam edir və düşünürəm ki, Azərbaycan iki strateji tərəfdaşı, iki dost dövləti arasında münasibətlərin normallaşdırılması, eyni zamanda onların ziddiyyətli olan məqamları danışıqlar yolu ilə, dialoq yollarından qaldırılması istiqamətində ən önəmli vasitəçilərdən biridir. Analitiklərin fikrincə, Ankara və Tel-Əviv arasında hər hansısa bir rəsmi format olmasa da, Azərbaycan həm İsrail, həm də Türkiyə ilə etibarlı münasibətlərə malik yeganə regional oyunçudur. Bu status Bakı üçün mühüm diplomatik fürsət yaradır. Azərbaycan, İsrail və Türkiyə arasında vasitəçilik təşəbbüsləri irəli sürə və onların ortaq maraqları üzərində əməkdaşlıq platforması yarada bilər.